Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün nəzərdə tutulan dövlət proqramına uyğun olaraq bəzi yerli, əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmiri ilə bağlı Agentlik tərəfindən bir sıra işlər həyata keçirilib və keçirilməyə də davam edir. Belə ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 94,2 km olan Culfa şəhər daxili, Culfa rayonunun Kırna, Dizə, Gavşurud, Babək rayonunun Qahab, Naxış, Nərgiz, Nəcəfalı, Dizə, Nəhəcir kənd daxili avtomobil yolları istiqamətində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu layihə ilə bağlı Agentlik tərəfindən 23 aprel 2026-cı il tarixdə rəsmi tender portalında açıq tender elanı verilib və tender uğurla başa çatdıqdan sonra müvafiq podracı ilə müqavilə imzalanacaq və adını qeyd etdiyim avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq.